Əslində aktris olmağı düşünmürdüm. Yəni heç bir belə bir arzum yox idi. Rejissor olmağı istəyirdim. Elə adam var, baxıram ki, bloger biabırçılıq çəkir də, yəni həqiqətən biabırçılıq. Ondan yaxşı rəhbər yoxdur. İndi olur ki, xahiş eləmək olur, ərk eləmək olur ki, biraz normal danış. Mənə çətinlik gəlir o sözlərə söyüş demək. Çünki mənim üçün onlar söyüş deyil. Onda biz erotik filmləri də, porno filmləri də rahatlıqla oturaq izləyək, yəni cəmiyyət olaraq ki, hə, bunu televiziyada da verək, nə bilim, nə olacaq, təbiidir də, bu hamının başına gələn bir şeydir, hamı da bununla məşğul olur. Yəni, porno heç bir televiziya, dövlət televiziyası, heç bir ölkədə porno göstərmir. Düz deyə, amma... Amma erotik səhnələr ola bilər, niyə də yox. Mən məsəl üçün istəyərdim ki, bizim filmlərdə istifadə olunsun erotik səhnələrdən. Çəkilərsiniz özünüz? Əlbəttə. Bəzi səhnələr var idi ki, hansında ki, tələb olun. Demirəm, bütün bu akt baş verməliydi. Amma heç olmasa bir öpüş olmalı idi. Oldu? Yox. Çünki senzura var. Hamı YouTube'u gözləyir. Hamı o söyüşləri, o dediyiniz söyüşləri gözləyir. O təbiiliyi istəyir. Düzdür. Çünki onlara maraqlı deyil. Çünki kolorit odur. Kimsə qışqırdı. MK, mən də avtomat olaraq çöndüm. Çöndüm, sıraya bax. Özünüz də MK, özünüzü hiss edirsiniz cəmiyyətdə. Yox, cəmiyyətdə MK deyiləm. Fərqlisiniz. Əlbəttə. Belə deyək, mən qısa olsun ki, tamaşaçının sualı qalmasın. Mən kişiləri sevirəm. Kişilər, mən sizi sevirəm. Əziz Rumiyə, xoş gəlmişsiniz. Təşəkkürlər. Rumiyə əslində aktrisa kimi sizi geniş kütlə tanıyır. Amma sizin birbaşa peşəkar sahəniz rejissorluqdur. Niyə peşəkar aktrisa olmaq istədiniz? Əslində aktris olmağı düşünmürdüm. Yəni heç bir belə bir arzum yox idi. Rejissor olmağı istəyirdim. Amma bu sənətə gələndə, rejissorluq sənətinə bu böyük bir deyilişdir. Əslində gəlməmişəm rejissorluq sənətinə. Sadəcə ixtisasım rejissorluq ixtisasıdır. Başa düşürəm ki, rejissor çox böyük bir pillədir. Yəni hər adam özünə rejissor deyə bilər, amma mənim üçün rejissor hardasa müqəddəs bir şeydir. Və yəqin ki, hardasa qorxuram bu addımı atmağa. Çünki çox böyük məsuliyyətdir mənim üçün rejissorluq eləmək. Düzdür, ürəyim rejissor ürəyidir, beynim rejissor beynidir. Amma həyata keçirmək üçün qorxularım var. Amma buna baxmayaraq, aktrisalığımda həqiqətən mənə çox kömək edir rejissorluq biliklərim, hisslərim. Amma rejissor çox mühüm bir sözdür mənim üçün. Bəlkə də atam rejissordur, ona görə mən elə düşünürəm. Namiq Ağayev Azərbaycan tamaşaçısına doğrudan çox yaxşı bəlli olan bir rejissordur, həm də aktyordur da. Yəni, Namiq müəllim arada demir, qızım, niyə rejissor olmaq istəmədin? Axı, rejissor təhsili aldın sən. O, ümumiyyətlə, heç istəmirdi ki, mən bu peşəylə məşğul olum. İnstituta girməyimə narazı idi. Heç nə demir, o qarışmır. Bloger kimi fəaliyyət göstərmək marağınız var. Çünki sizin dostlarınız da elə Yüzbəyovun özü olsun, elə Əlixanın özü də olsun. Çoxsu da onlar müəyyən vloqlarla gəldilər. Bloger kimi də fəaliyyətləri oldu. Yəni siz buna necə baxırsınız? Çox yaxşı baxıram. Talih ilə Əlixanın ümumiyyətlə işlərinə valiyəm. Hələ işləməmişdən qabaq artıq çox xoşuma gəlirdi. Çünki səviyyəli blogerdirlər, belə deyim mənim üçün. Yəni, elə adam var, baxıram ki, bloger biabırçılıq çəkir də, yəni həqiqətən biabırçılıq. Çünki mən özüm dəfələrcə eləmək istəmişəm, eləyə bilmirəm. Yəni, məndə yoxdur o blogerlik, belə deyək. Bəlkə ona vaxtınız yoxdur və yaxud da bəlkə həvəs də o qədər deyil, yoxsa eləyərdiniz? Əslində həvəsim yoxdur, vaxtım da yoxdur. Çünki həm teatr, həm kino, həm ev məsuliyyətlərim, 3 dənə itim, onlar hamısı bir yerdə çətindir, həqiqətən çətindir. Bəs, məsələn, Rumiyə, siz Rus dram teatrından əvvəl də təbii ki, fəaliyyət göstərirdiniz aktrisa kimi, amma Rus dram teatrı daha çox sizin fəaliyyətinizdə böyük önəm daşıdı, belə demək olarsa. Rus dram teatrda fəaliyyətinizdən razısınız, yoxsa deyərdiniz ki, mən bəlkə Akademik Milli Dram Teatrına gedə bilərdim?
gücüm də var. Rus dram teatrını özüm istədim. Halbuki Akademik Milli Dram Teatrında atam tamaşa qoyanda mən həm xoreografiyasını qururdum. 2 dənə tamaşanın, Qanlı Nigar tamaşası, Firəngiz xan Mütəllibova başrolda oynayırdı. Bir də Napolyon tamaşası. Zemfira Nərmanbəyeva oynayırdı. Amma xoreografiyası sizə aid. Xoreografiya mənim idi. Həm də balaca bir qısa rollar verirdi mənə. Çox xoşlayıram Akademik Milli Dram Teatrını, amma Rus Dram Teatrını nə üçünsə belə ruhum istədi. Özüm getdim o Rus Dram Teatrına. Yəni mənə dəvət eləmədilər. Özüm getdim. Sən demə, sonra atam mənə danışır ki, 2 yaşım olanda atam orada tamaşa qurmuşdu və tamaşanın axırında mən uşaq sadəcə qalxdım səhnəyə və aktyorlarla bir yerdə başladım baş əyməyə. Nə bilim, bəlkə məni çəkdi o uşaqlıq xatiri. Yadımda deyil qətiyyən. Səhnənin müqəddəsliyi var da. Ola bilər. O teatr elə bil mənim üçün doğmadır. Mən özümü evimdə hiss edirəm. Ədalət müəllim necədir? Yaxşı rəhbərdir? Yaxşıdır, конечно. Ondan yaxşı rəhbər yoxdur. Tamaşaçılara da deyək ki, Ədalət müəllim uzun illərdir Rus Dram Teatrının çox yüksək səviyyədə də işini davam elətdirir. Amma biz kənardan bunu görürük və təbii ki, daxildə hər kəs yaxşıdır deyə bilmirik. Yox, daxildən deyə bilərəm ki, Ədalət mənim çox ədalətli insandır, həqiqətən də. Hər bir problemlə yanına gəlsəm, o problemi canla başla həll eləyir. Yəni, insanlara çox şans verən insandır. Bizdə olur da, məsəl üçün, məsuliyyətsizliklər çox olur. Axıra kimi bu insan şans verir ki, yəni bəlkə də düzəldər. Yəni, rahatlıqla işdən çıxardanlardan deyil. Azərbaycan teatr aktyorlarını kinoya gətirmək yaxşı effekt vermir. Bu, təbii ki, pafosa görə deyirlər və hərəkətlərə, canlı sənət başqadır axı. Və çox vaxt da deyirlər ki, yox, işləsələr üzərlərində yaxşı kino aktyoruna çevrilə bilərlər. Bu, dünyanın bir çox ölkəsində var və yaxşı da onların üzərində işləyirlər. Amma bizdə necədir? Bizdə axı bildiyim qədər nə blogerləri çəkəndə üzərlərində işləmirlər, nə teatr aktyor-aktrisaları dəvət olunanda kinoya üzərlərində işləmirlər. Əminəm mən buna. Amma siz işin içindəsiniz. Siz necə baxırsınız buna? Mən fikirləşirəm ki, aktyor özü üzərində işləməlidir ilk növbədə. Onu heç kim işlədə bilməz. Birinci növbədə özü öz üzərində işləməlidir. Bizim, belə deyək, tanıdığımız aktyorlar, demək olar ki, çoxu teatr aktyorlarıdır. Aralarında eləsi var ki, teatrdan çıxa bilmir o pafosdan. Ümumiyyətlə, mən hesab edirəm ki, teatrda da artıq pafos olmamalıdır. Çünki artıq müasir tamaşaçı reallıq istəyir və o pafosu görəndə inanmır. Və ona görə də teatra gəlmir. Kinoya gələn teatr aktyorları mən görmüşəm cürbəcür. Eləsi var idi ki, həqiqətən çətinlik çəkirdik. Həm aktyorlar, həm rejissorlar. Mən özümü aktrisa hesab eləmirəm deyə. Mənim üçün kino, teatr fərqi yoxdur. Amma siz hesab eləməsəniz də tamaşaçı geniş kütlə siz aktrisa kimi qəbul edir. Onun üçün mənim üçün rahatdır da. Nə çəkiliş meydançası da, teatrda fərqli yerlərdə, amma ürəyim rahatdır. Yəni, rahat hiss edirəm özümü. Yəni, o pafosu həqiqətən xoşlamıram və ümid edirəm ki, heç yerdə eləmirəm onu. Eləsəm də, görsəm də özümü tez düzəldirəm. Hə, çünki özüm xoşlamıram onu. İndi olur da, elə adam gəlir ki, olur ki, xahiş eləmək olur, ərk eləmək olur ki, biraz normal danış. Amma Rasim Cəfərlə biz söhbət eləyəndə, o da bizim çox gözəl aktyorlarımızdan biridir və onu mən birbaşa özündən yox, başqalarından eşitmişdim ki, o digər öz tərəf müqabili olan aktyorlarla işləyə-işləyə çəkilir. Yəni, onlara məsləhət verə-verə. Çünki onları doğrudan bəzən rəndələmək lazımdır. Çünki bir blogeri, bir aparıcını gətirib aktyor eləmək çox çətindir. Bilirsiniz, mən dəfələrlə rast gəlmişəm belə bir şeyə ki, aktyorla aktor işləyəndə rahat qəbul olunur. Çox vaxtı. Amma bloger, model, yəni bu sahənin adamı olmayan insanlara söz deyəndə elə bil ki, nə bilim, çox pis xətirlərinə dəyir. Halbuki, bax, məsəl üçün, bir dənə iş olub, aktrisa idi. Aktrisa deyil, əslində. Çoxdan bitirib incəsənəti və bir uzun müddət işləməyib.
aktrisa kimi fəaliyyət göstərməyib. Bu elə kitabda bilir ki, Uzaqlaşıb. aktrisa nədir. Və özü də xahiş elədi ki, mənim nəsə qüsurum zadım olsa, mənə kömək eləyin. Biz də başladıq, deməyəcəm də indi hansı serial, hansı kino. Başladıq ki, bunu burada belə elə, bunu burada... Özdə mən çox taktik insanam. Heç vaxt heç kimin xətrinə dəymək istəmərəm. Belə deyək də, egolu deyiləm ki, sən onu düz eləmirsən falan. Çalışıram ki, belə də yavaşca... Xətrinə dəymədən. Xətrinə dəymə. Gəl bunu burada belə eləyək. Gördüm ki, konkret məndən küsməyə başlayır, mənə söz qaytarır. Həm oynaya da bilmir, həm eşitmir, həm də küsür. Baxsa dedim, bu nədir? Biz necə oynayacaq qarşılıqlı? Amma profesional aktyor bir-birini eşitməlidir, bir-birini görməlidir. Bax, Zemfira Abdulsalamova ilə işləmək çox asandır mənim üçün, rahatdır. Çünki həm də aramız yaxşıdır. Mən baxmayaraq ki, o məndən qat-qat yaşlı aktrisadır, təcrübəli aktrisadır. Mən ona deyə bilərəm ki, Zeynəb xanım, bəlkə burada belə eləyəsiniz. Və heç vaxt mənə deməz ki, sən kimsən, mənə söz deyirsən, eləyəcək. Və yaxud o mənə deyir ki, bəlkə burada bir dənə belə eləyəsən. Zemfira xanım həm də maşallah, kim təklif göndərir ona, gənclər də. Çəkilə bilərsiniz bizim serialda. Hətta ən aşağı qanarara belə mən bilirəm ki, o çəkilir. Hətta pulsuzdur, tələbə işlərinə də çəkilir. Və gəlib çataq elə Alatavaya, çünki Zemma xanım Alatavada da var. Çox gözəl də orada obrazı var. Amma maraqlı budur ki, çox adam da Alatavanı, bilirsiniz də, o tərəfə sürüdülər, bu tərəfə sürüdülər, söyüşləri var, jargonları var filan. Əvvəl sizə təklif gələndə, ssenarini görəndə fikirləşirdiniz ki, burada bu söyüşlər, bu cümlələr olacaq və cəmiyyət bunu birmənalı qarşılamayacaq. Olub belə fikirlər. Hətta mənim öz dialoqlarımda, monoloqlarımda mən söyüşləri fikir versəz, söyüş söymürəm. Bir-iki yerdə bir sözü saxlamışam, onu da bir yerdə səssiz deyirəm. O biri yerlərdə sadəcə lazımdır, ona görə deyirəm. Və sizə yazmamışdı Əli Xangi ssenarini? Yazmışdılar. Sadəcə təklif elədim ki, yəni bunu dəyişmək də olar da, yəni burada söyüş söyməmək də olar. İstəmirdim ki, sabahları bu söhbətlər yaransın. Əvvəldən hiss eləmişdiniz? Hə, hiss eləmişdim. Hətta uşaqlar bunu müzakirə eləyirdi, danışırdıq ki, gəlin burada bunu götürək. Çox oldu. Rahat yazırdılar da, çox rahat yazırdılar. Hə, sərbəst. Çünki onlar vloqlar çox çəkiblər YouTube üçün. YouTube üçün çox çəkiblər deyə, ona görə YouTube'a getdilər də biraz. Amma ümumilikdə götürəndə mənə elə gəlir ki, bu hava olmasaydı orada bu söyüş, mənə çətinlik gəlir o sözlərə söyüş demək. Çünki mənim üçün onlar söyüş deyil. Amma sizin üçün söyüş olmasa, elə əvvəldən etiraz eləməzdiniz də. Görünür ki, sizə söyüş kimi gəlib gedəymişsiniz bunu işlətməyə. Söyüşlər var idi. Hətta onlar çıxarılmışdı. Söyüşlər çıxarılıb. Söyüş olsa belə yoxdur. Əslində bu dəqiqə qalan söyüş deyil. Yəni, o prosto deyə bilmirəm də. O sözlər söyüş deyil. Deyin də, nə var burada? Biz rahat danışırıq. Yəni, rahat danışırıq. Və mən tamaşaçı kimi, Məsələn, sizə hansı söz söyüş gəlir? Məsələn, orada dəfələrlə işlədiblər. Sən oğraşsan, sən alçaqsan. Bu söyüş sayılır sizcə? Mənim üçün yox. Yox. Sizcə, amma demək ki, söyüş daha kəskindir ki, bəli. Yəni, duraq, belə deyək, rus dilində duraq. Oğraş mənim üçün duraq, hə. Yəni, bu söyüş deyil. Belə bir şey deyim də sizə, mən oturub televizora baxanda, seriala baxanda, kinoya baxanda, mən istəyəm dincəlim. Baxım, rahatlıq. Deadpool var film, Marvel'ın. Deadpool da kifayət qədər. Ölürəm. Hər sözü söyüşdür. Gülməlidir, rahatam, ruhum dincəlir. Amma Rumiyə, o kinoteatrlar üçün belədir. Deadpool televiziyada gedəndə ya müəyyən sərhədlər orada da qoyulur və yaxud da vaxt müəyyən sərhədlər qoyulur, amma yenə də danışıq qalır. Var, düzdür. Amma Alatavanın bu qədər belə səs-küy yaratması sizcə o söyüşlərə görə mi oldu, yoxsa həqiqətən də mövzu qəşəng mövzu oldu, işlənmə forması, aktyorların oyunu falan, ya özlərinin kütləsi var idi artıq bu aktyorların? Hamısı birlikdə. Çünki tamaşaçının özünün xoşuna gəlib serial. Yəni, tənqid eləyənlər çox vaxt, belə deyək, professionallardır. Mən tamaşaçı arasında, yəni adi tamaşaçı arasında eşitmədim ki, siz orada söyüş söyürsünüz.
Əksinə hamı çox sağ ol deyir ki, biz rahat, mən baxıram və mən özümü görürəm. Real, özümü görürəm. Yəni mən yox da, yəni tamaşaçı. Təbii ki, Baxır tamaşaçı əlbəttə. bugünkü həyatdır da, bunun danışıq tərzi hamısı belədir. Bəs Rasim Balayevə niyə hamınız birdən belə sanki cavab vermək emosiyasında oldunuz? Yəni Yüzbəy bir tərəfdən, Əlixan bir tərəfdən. O da həqiqətən fərqli, mənə elə gəlir çox da pis tənqid eləməmişdi. Onu ucu sonra bildik də, sonra bildik. Amma həmin moment tərbiyəsiz deyiləndə biz bilmirdik ki, o seriala baxmayıb, ona gəlib belə deyiblər, elə deyiblər. Və şəxsən mənim çox xətrimə dəydi. Tək Rasim Balayev yox, başqa xalq artistləri də var idi. Əslində mən status yazanda onlara ünvanlandırırdım. Heç bilmirdim Rasim Balayev deyib nəsə. Çünki o insanlar ümumiyyətlə mənim üçün belə, yəni avtoritet deyirlər. Rasim Balayev deyəndə mən şoka düşdüm. Şükür Allaha ki, aydınlaşdırıldı. Amma yazmışdınız artıq. Yüzbəy ola yazmışdı. Hə. İndi əybi yox da olur. Amma çox böyük, qəşəng hype oldu da bizim üçün. Bəs Əlixan Gil o içəridə necə reaksiya göstərdilər gözünüzün qabağında? Onlar da xətrinə yəqin ki, çox dəymişdi. Əlbəttə deyib. Əlbəttə deyib. Amma Əlixanla Talih əslində çox adekvat uşaqlardır. Dəysə də belə hörmətlərini saxlayırlar hər zaman. Yəni hətta status yazanda da heç kimi təhqir eləmədilər onlar. Eləmədilər, amma Əlixan, mənə elə gəlir ki, Əlixan orada bəlkə də qeyri-professional yanaşdı ona. Niyə? Çünki o, Rasim Balayevin çəkildiyi Yarasa filmindən olan açıq-saçıq səhnələrin şəkil kimi paylaşdı, səhv eləmirəmsə. Aktrisanın lüt formada olan şəkli idi, Rasim mənim şəkillərini bir yedək. Yəni, baxın, siz də vaxtilə belə bir filmdə çəkilmişsiniz. Amma o filmdir də. Bu da filmdir də. Amma o film səhnəsidir, yəni epizoda uyğun olaraq. Bizdə də belə deyək, filmə uyğun olaraq bizim danışıq tərzimiz var da. Orada bəlkə söyüşlər olmaya bilər, amma burada o səhnə... Niyə də yox? Mən yenə də deyirəm, mən oturub seriala, filmə baxanda mən dincəlirəm və istəyirəm ki, mən təbiiliyə baxım. Yəni Netflixdə və yaxud Rus seriallarında, Türk seriallarında söyüş söyülür. Rahat da baxıram onlara. Onda necə eləyib? Onda biz erotik filmləri də, porno filmləri də rahatlıqla oturaq izləyək, yəni cəmiyyət olaraq ki, bunu televiziyada da verək, nə bilim, nə olacaq? Təbiidir də, bu hamının başına gələn bir şeydir, hamı da buna məşğul olur. Yox, porno heç bir televiziya, dövlət televiziyası, heç bir ölkədə porno göstərmir. Düz deyə, amma... Amma erotik səhnələr ola bilər, niyə də yox? Mən məsəl üçün istəyərdim ki, bizim filmlərdə istifadə olunsun erotik səhnələrdən. Çəkilərsiniz özünüz? Əlbəttə. Bizim bir serial var idi, orada sevgi səhnələrimiz var idi, deməli, Elnur Kərimovla biz sevgi yaşayırdıq və bəzi səhnələr var idi ki, hansında ki, tələb olun, demirəm, bütün, yəni bu akt baş verməliydi. Amma heç olmasa bir öpüş olmalı idi. Yəni, oldu? Yox. Çünki senzura var. Axı niyə də, niyə? Kim senzura elədi? Televiziyada gedəcək deyə, yoxsa rejissor belə çəkmədi? Televiziyada gedəcək deyə biz buna eləmədik. Amma məsələn, mən sizə bir faktı da deyim. Asif Rüstəmovun Mərmər Soyuğu filmində, bilmirəm, baxdınız ora yoxsa yox. O filmdə Natavan xanım, gənc aktrisalarımızdan tanıyırsınız Natavanı da. O da açıq-saçıq rahat çəkilə bilir axı. Onu da az qala daşqalaq elədilər baxanlar o filmə ki, bu səhnə, masa altında baş verən bu hadisə filan, bunlar niyə lazım idi də. Amma lazımdır həqiqətən. Siz dediyiniz kimi müəyyən o erotik səhnə də lazımdır, müəyyən 18 yaş üstü səhnə lazımdır. Amma söyüşə, jargonlara gələndə, yəni bu meyxana deyil, biraz yığışdırmaq olar məncə. Rejissor belə görüb. Əlixana özünüz məsləhət verə bilirsiniz, rejissor. Siz də bir rejissorsunuz təbii ki. Mən deyirdim, mən çəkiliş zamanı deyirdim ki, yenə də qayıdıram o məsələyə ki, gəlin burada bu sözü götürək, deməyək. Məsəl üçün, bunun sözünə yerinə zibil deyək. Nə bilim, təhqir yerinə qatıq deyirəm, məsəl üçün, Taliyə. Və məni dinləyirdi, Əlixan da, Talih də, həqiqətən də dəyişirdi sözləri. Amma bütöv ssenarini dəyişmək də olmur axı. Olmur, düzdür. Niyə dəyişsin? Həm də niyə? Niyə yox? Biz, bilirsiniz, bu söhbətlər olmalıdır bizdə. Çünki biz, belə deyək də, perihodni şeydəyik də. Keçiddəyik. Ya olacaq, ya olmayacaq. Hə, və inşallah ki, olacaq. İnşallah. İnkişaf gedir çünki.
Söyüşə görə də danışacaqlar, erotik səhnələrə də görə danışacaqlar, öpüşlərə görə də danışacaqlar. Bu da təzə deyil ha Rumiyə. Məsələn 89-cu illər, sonra 90-93-cü illərdə elə o keçid dövrü də o dövrə düşürdü. Yadınıza gəlir, tamaşaçılar da yəqin ki xatırlayarlar. Sahilsiz gecəni çəkmişdi. Allah rəhmət eləsin Şahmar Ələkbərova. Orada çox söyüşlər də var. Söyüş demək olmaz. Elə sözlər, elə ifadələr var ki, onu niyə kütlə normal qəbul elədi və yaxud da təxminədə məsələn Zaurun anası söyür ona ay oğraş get bir də qayıtma və yaxud da təxminənin rəfiqəsinə. Deməli Mədinə qəhbə başıdır. Mən də onun qəhbəsi. Mən elə demədim. Amma sən həmişə mənə o gözlə baxmısan. Lap birinci gündən, ən xoşbəxt günlərimizdə də inanmırdın. Elə sanırdın ki, alladıram səni. Ürəyində həmişə məni fahişə saymısan. O cümlələr efirdə getdi, film getdi, yayımladı. Amma niyə belə böyük bir səs-küy, rezonans doğurmadı? O vaxtı cəmaatın iş gücü başqa idi. O vaxtı problemlər başqa idi. Yəni filmə baxan yox idi, baxırdılar axı. Baxırdılar. Görürsən amma necə yadda qaldı o səhnələr. İmin o səhnələr yadda qaldı. İmin o səhnələr. Çünki hətta məsələn Kəmalə Müzəffərli idi də, səhv eləmirəmsə, Mehriban Xanlarova idi, bir də Nuriyə xan. Orada deyir, mən artıq qız uşağı deyiləm. Nuriyə xan da qayıdır deyir, nə oldu? Apardı sellər saranı. Yaxşı deyiblər. Gəzəyən gəzə bilməz, gəzməsə dözə bilməz. Canı yanmış. Yaxşıdır, maşallah. Alam matağı, bu da sənin zarfıladın. Öz aramızdır. Daydan yaman xoşuna gəlmişsən, ha? Bu nədir? Axçı, qablı zatda oturmuşsan yorğan döşəkdə. Ağac işin olmasın. Nədir? Deyəsən, açına üstümən xoşuma gəlmir, ha? Xoşuma gəlmir, sən də başqaları kimi get acından köpük qus. Acından ölmək yaxşıdır. Yoxsa qəhbəlik eləmək. Kes səs vaz. Biz benim qaybəzadıq. Ayıbdır sənin üçün abırlı danış, sən qız uşağısan. Sənə elə sözlər danışmaq yaraşmaz qadası. Qız uşağı idim. Nə oldu? Apardı zellər zaranı. Bu ifadədə hər şey bilinirdi. Yəni nə var, nə yox, nə baş verib. Amma çox adama belə ikrah hissi gəlmir də. Bu bəlkə ssenarinin gücüdür, ya rejissorun gücüdür. Həm ssenarinin gücüdür, həm də o vaxtın, baxmayın, nə olsun belə keçid dövrü idi. Yenə də Sovet şeyində qalmışıq, belə düşüncəsində qalmışdıq. Sovet də ki, bizə qadağalar qoyurdu, senzura qoyurdu, seçim vermirdi və o qadağanın içində biz məcbur olurduq situasiyadan çıxaq. Bu dəqiqə o qadağalar yoxdur, bu dəqiqə bizim seçimimiz var. Bu dəqiqə o, belə deyək, senzura yoxdur. İnsanlar başqa cürə düşünür. Mən o apardı sellər Saranı indi Əlixan ekranda desə, deyəcəm, bunun başı xərəbdir. Bunun obrazına uyğundur bu söz. Yox. Daha rahat danışmaq seviyorum. Hə, çünki biz artıq, belə deyək, başqa dövrdə yaşayırıq. Və ictimai televiziyada yayımlandığına görə bəlkə də tamaşaçılar buna daha böyük reaksiya göstərdilər. Tamaşaçı yenə də deyirəm sizə ki, tamaşaçı özü narazı deyil. Bir aya 1 milyon baxış yığdı. Yəni, çox böyük bəli, baxış oldu. Və heç kim televiziyada baxmaq istəmir seriala. Hamı YouTube-u gözləyir. Hamı o söyüşləri, o dediğimiz söyüşləri gözləyir. O təbiiliyi istəyir. Düzdür. Çünki onlara maraqlı deyil. Çünki kolorit odur. Həm də Alatavada baş verir. Hamı da bilir Alatava əhval-ruhiyyəsi necədir, düz deyirsiniz onu. Və orada ən gözəl faktlardan biri və nüanslardan biri mən də çox bəyəndim. Hər serialın sonunda çox maraqlı rep səsləndirilir. Bəli, musiqilər. Onu kimin fikri idi? Bəlkə bilərsiniz, deyəsiniz bizə. Elə Əlixanın özü. O da onun fikridir, hə? Çünki hər seriyanı hələ baxmayaraq ki, hazırdır serial. Hər seriyanı işləyir, çıxmamışdan qabaq yenə də işləyir. Çox perfeksionist insandır. Düzdür, yenə də ilk işidir, bəzi nüanslar var, bəzi belə deyib, buraxılmış momentlər var ki, hansılar ki, mən elə gəlir ki, bir də çəksəydi, başqa cürə çəkərdi. Və yenə də deyirəm, dəstək olmaq lazımdır. Amma bizimkilər daşları götürüb başlayıb daş atmağa. İndi
Yəni hamı yaxşı insan ola bilməz, hamı dəstək verə bilməz. Paxıllar da var. Amma belə deyim də, mənim atam, mən eşitməmişəm ki, bir dənə rejissoru kimisə tərifləsin. Əlixanı tərifləyib. Bu mənim üçün çox böyük, belə deyək, qiymətdir. Əlixanda xəbəri var. Hə, yazmışam ona. Dedi ki, yumor hissi hər kişinin işidir. Həqiqətən də elədir. Və mən hesab edirəm ki, Əlixan, Taley düzgün maliyyələşdirmə olsaydı, belə deyək, düzgün dəstək olsaydı, yanlarına gəlib, məsəl üçün ki, elə atamın özü. Düz deyək, çəkiliş meydançasında biraz çətindir kimsə sənə nəsə deyəndə. Amma dəstək olsaydılar, daha möhtəşəm iş olardı bu iş. Yaxşı ki, amma heç olmasa televiziyalarda artıq 10 bölümün yayımlanmağı, Əlixanın televiziyaya gəlməyi, yəni YouTube-dan çıxıb televiziyaya gəlməyi bu özü böyük nailiyyətdir və eyni zamanda da sizin kimi teatr aktrisalarının və eyni zamanda kütlənin daha az gördüyü teatr aktrisalarının cəmaatın sevdiyi bir obrazla məşhurlaşmağı da gözəl şeydir. Sizi MK kimi artıq nə qədər kütlə sevir? Yazırlar sizə heç? Hə, əlbəttə yazırlar. Küçədə görürlər. Hətta mən kepka açıq itlərlə gəzəndə gizlənirəm. Çünki belə deyək, dog style şeyində çıxıram. Gedimdə olur. Otluq, nə bilim, indi girirəm də palıçqazada. Ona görə dog style deyirlər ona. Elə vitdə oluram ki, istəmirəm də kimsə yaxınlarsın, şəkil çəksin, nəsə danırsın. Giyirəm papaq, açıq belə içinə. Yaxınlaşır. MK kesin kimsə qışqırdı. MK, mən də avtomat olaraq çöndüm. Çöndüm, dedim, sıraya vaxt sənə Özünüz də MK, özünüzü istəyirsiniz cəmiyyətdə. Yox, cəmiyyətdə MK deyiləm. Fərqlisiz. Əlbəttə. Amma daha həqiqətən də çox, necə deyim sizə, xarici görünüşü kifayət qədər gözəl olan, yaraşığı və boyunuz, boy-buxun deyirik biz adətən, qəşəng saçlarınız, təbəssümünüz, amma siz çox stereotipləri qırmış bir xanımsınız. Yəni, makyajda, hündür daban ayaqqabılarda, ziyafət geyimləri kimi geyimlərdə, yəni bu sizdə yoxdur. Niyə yoxdur? Özünüz istəmirsiniz, belə rahatam və yaxud da qadın kimi görünməkdən yorulmuşam, qadın kimi görünməkdən başqa cür görünmək daha rahatdır mənə də, yəni geyim olaraq, stil olaraq. Mən hesab edirəm ki, yəni mən də qadınam. Nə olsun, dik taban giyinmirəm, nə bilim, kosmetika çəkmirəm falan, beşməkən. Bəli, mənə belə rahatdır. Həqiqətən, mən demirəm ki, kimsə gedib çox kosmetika çəkəndə, əşi buna bax, kosmetika çəkib və yaxud operasiya eləyəndə, əməliyyat eləyəndə ki, baxsay buna bax, əməliyyat. Düz deyil, lap bir ədəbləri var, hə, deyə bilərəm. Deyirsiniz heç kiməsə, bu nə makyajdır, doğrudan? Deyirəm. Yəni, həqiqətən, bir də görürsən ki, cavan qızdır, özünü gözəlləşdirməkdənsə, klubazada gedirik də biz. Həqiqətən, baxıram ki, bu qız gözəl qızdır, özünü gözəlləşdirib, amma lap kifirləşdirib. Düzgün plasiya seçməyib, özünü yekəldib, nə bilim, makyajı elə eləyib ki, 18 yaşında qız 40 yaşında arvaddır. Yəni, nəyə görə, kimə görə bunu eləyirsən? Və görürəm ki, təbiilik həqiqətən də qiymət verilir təbiiliyə bugünkü gündə. Çünki təbiiliyi qalmayıb. Amma yəni ona görə eləmirəm. Mən həqiqətən rahatlıq xoşlayıram. Sizə belə rahatdır. Bəli. Bu bəlkə də xoreografiyadan da irəli gəlir. Çünki 11 il orada təhsil al və ailədən də gəlir. Bu təbii ki, sizin nənəniz, ananız bu sahə və siz rəqsin içində olan xanımlar da bəlkə daha özgüvənli olurlar, daha qamətləri şux olur. Onlara heç ehtiyac olmur ki, əlavə nəylərənsə özlərini bəzəsinlər. Bəlkə bu da sizə bir rahatlıq gətirib. Ola bilər. Rəqs, ümumiyyətlə, mən uşaqlıqdan rəqsi xoşlayıram. Rəqs mənim üçün başqa bir aləmdir də, belə deyək. Amma hər zaman evdə bizim davalarımız olub barədə. Nənəm çox incə qadındır, çox. Bilmirəm, baxmısınız bizim küçə filminə, Sara obrazını oynayır orada. Yəni, heç demərsiniz ki, o mənim nənəmdir də. Tam əksimdir. Əllər yox, yəni çox belə... İndiyənə kimi 80 yaşı var, kosmetikası, belə özünə baxır, hər səhər durur, zaryadkasını eləyir. Yəni,
Və hər zaman mənə deyir ki, ay Rumiya yupka giy də, ay Rumiya nə bilim biraz üzvə kosmetika vur da, nə bilim bir də görürəm ki, zəng edir ki, mən sənə kofta almışam. Deyirəm, ay balam, alma da mənim üçün. Özüm gələrəm, bir yerdə gedərik, alaram. Nə bilim, krujivan, belə də. Rumiya da geymir onları. Yox, götürürəm, qalır şkafın içində, xətrinə də dəymək istəmirəm. Bilir, giyə bilməyəcəm onu, amma yenə də alır. Nədir də, ürəyi istəyirsiniz bir gün belə görün. Yəni, ailədə belə deyək də, mamam çalışırdı məndən belə o fason qız eləsin, yupka taxsın falan. Yupka taxanda evdə tragediya idi məndə. Yəni, məktəbə gedmək istəmirdim o dərəcədə. Bəs Rumiyə fikirləşmirdiniz ki, məsələn, mənə deyəcəklər ki, bu niyə oğlan kimi geyinir? Yəni, açıq deyim də sizə, yəni, fikirləşərdilər ki, bəlkə bu artıq özünü qız kimi hiss eləmir, bəlkə bunda orientasiyası dəyişib, bir problemləri çıxıb. Yəni, onu heç düşünmürdünüz ki, belə bir şey danışılar. Belə bir şey danışmaq mənim üçün fərqi yox idi. Doğrudan. Mən ağaclara dırmaşırdım. Mənim yupkada rahat döyürdü, ağacdan o dəyməmiş əriyi yeməyə. O heç, o uşaqlıqda onu hamımız eləmişik, düzdür. Sonradan belə bir fikirlər gəldi mənə ki, birdən insanlar düşünər ki, mən orientasiya falan beşməkən. Məndən də soruşanlar var bunu. Mənim özümdən soruşanlar var. Sonra fikirləşdim ki, özləri bilərlər. Yəni, bu mənim həyatımdır. Ola da bilərəm, olmaya da bilərəm. Sənə nə məsələ? Yəni, bu belə bir mövzudur ki, bu şəxsi mövzudur. Və bilənlər bilir mənim orientasiyamı. Belə deyək. Bilənlər bilir, bilməyənlər də sənətimə baxsın. Belə deyək, mən qısa olsun ki, tamaşaçının sualı qalmasın, mən kişiləri sevirəm. Kişilər, mən sizi sevirəm. Operatoru da... Operatorlarımız kişidir. Deməli, bizim rejissorumuz da kişidir. O da soruşur ki, Rumiyə xanıma bəlkə sabah bir təklif gəldi ki, hündür daban ayaqqabıda və klassik gözəl geyimdə, makyajda gözəl bir obraz və o bu obrazı bir neçə seriya oynamalıdır. Böyük məmnuniyyətlə. Həqiqətən. Yəni, orada özünüzü rahat hiss eləyəcəksiniz o geyimdə, makyajda. Geyim dəyişən kimi mən də dəyişirəm. Siz belə deyək, məni yalnız kinoda görürsünüz və ona görə elə bilirsiniz ki, ancaq bu ancaq belə bacarır. Çox təəssüflər olsun ki, ya və yaxud həyat belə gətirib, bizim rejissorlar əziyyət çəkmək istəmirlər. Davamlı eyni rola sizi çağırırlar. Hə, obraz seçimində belə baxsaz, tək mənə aid deyil o. Bütün aktyorlarımıza aid, tez-tez çəkilən aktyorlar. Razıyam sizinlə. Eyni ampluada çəkilir hamısı. Bu ağlayandır, bu vırıb döyəndir, bu nə bilim fahişə obrazına yaraşır. Ancaq bunlar çəkilir bu obrazlara. Düzdür. Başa düşürəm, rejissorun vaxtı yoxdur, pulu yoxdur. Bir də o qədər aktyor, aktrisa seçimimiz yoxdur axı. Əslində var, prosta həvəs yoxdur onları axtarmağa. Düzdür, kast işləmir bizdə, yaxşı işləmir. Baza var, 10 nəfər, bu 10 nəfərin içindən seçirlər. Rumiyə də bu rola oturubsa? Kişi kimi lazım. Rumiyə də, düzdür. Həqiqətən bu obrazı bilmirəm. Məndən yaxşı ola bilər kimsə oynasın, prosta görmürük, bilmirik. Amma bugünkü gündə konkurensiyam yoxdur bu obraza uyğun. Rəqib yoxdur. Rəqib yoxdur. Görürəm ki, çalışanlar var, pis də alınmır, amma yenə də belə deyək də mən birinci yerdən. Belə pis çıxmasın. Körpüdə bilmirəm, körpüdə oynamışdınız siz? Hə, körpüdə də varam. Orada da rejissor assistentiyəm, amma yenə də eyni demək olar. Siz qısa metraj bir filmdə də sizi görmüşdüm. Orada da eyni xarakter idi, səhv eləmirəmsə. Şəkillərdə də, belə videoda da mən sizi görmüşdüm. Səhv yadıma salsam deyəcəm hansı. Amma orada qadın... Amma orada geyimdə idi saçlarınız, makyajınız. O zəhər tuluğudur. Zəhər tuluğundaydı. Hə, zəhər tuluğunda da, düzdür. Yox, oradan abart başqa. Orada başqa cür idi. Hə, deyirəm də, orada fərqli idi. Əslində mənə o təklif gələndə fikirləşdim ki, gördüm, ssenarini oxudum. Orada çox belə biədəb sözlər istifadə olunur. Qorxdum. Dedim, yox, mən niyə deyil, mən fahişə rolunda. Fahişə rolu heç. Yaxşı, okey, çəkilərəm. Prosta ssenari çox belə şey... Sonra zəhər tuluğuna oturdum, baxdım hamısına, silsiləsinə və başa düşdüm ki, elə qəşəngdir ssenari. Və sevindim ki, mən özümü biraz başqa cürə göstərə bilərəm. Bəs Emil Quliyev nə əcəbsiz yenə, o da adətən istəyir ki, fərqli obrazlarla işləsin, amma düzdür, onun da öz aktyor heyəti var.
Məni körpüdə çəkdi, çox gözəl də işlədi, xoşuma da gəldi onunla işləmək. Bildiyim qədər onun da xoşu gəldi mənimlə işləmək. Sadəcə mən belə başa düşdüm ki, ssenari uyğun gəlmədi davamı. Amma deyə ay rejissorlar, Rumiyə xanım əslində istəyir klassik geyimlərdə, hündür daban ayaqqabılarda, gözəl fərqli rollar. Gəlin teatra gəlin və baxın ki, Rumiyə xanım başqa obrazlarda oynaya bilir. Yəni tək vurub döyən deyil. Rahatam, bir tərəfdən bilirsiniz, rahatdır mənim üçün. Rəqib yox, bu sahədə sizsiz. Hə, rahatam. Amma o biri tərəfdən eyni yorur da adamı. Düzdür. Əslində Rumiyə özünü teatrda, rəqsdə, yoxsa kinoda rahat hiss eləyir? Yoxsa o deyirləri, əl aşından da olacaqsan, vəl aşından da olacaqsan? Əslində hər yerdə rahat hiss eləyirəm. Sadəcə rəqsdə artıq fiziki, artıq o qədər də rahat hiss eləmirəm fiziki. Davamlı məşğul olmursunuz bəlkə? Hə, həm də yaş o dövrdə. Rəqsin müddəti var. Düzdür, rəqs eləyəndə bilinir ki, mən rəqqasiyəm. Təbii. Amma artıq o hisslər başqadır. Sosial şəbəkədə də çox paylaşırsınız, yəni rəqs etdiyiniz məqamlar var və onlar da çox baxış gətirir sizə. Bəlkə daha çox istifadə eləyəsiniz yəni bundan. Bilirsiniz, eləmək istəyirdim, amma çox adam deyir ki, eləmə, şit görsənir. Niyə? Əslində sizə rəqs çox yaraşır, çox qəşəngdir. Bilirəm, axır vaxtlar görürəm ki, belə özdə ciddi adamlar, yəni bu işlə məşğul olan adamlar deyir ki, bəsdir da rəqs eləmə. Bəlkə paxıllıq eləyirlər ki, siz birdən keçərsiniz qabağa onların adından. Ola bilər, amma inarsız özüm də nəsə soymuşam biraz. Niyə belədir bizdə? Bir çox tamaşaçı da rəqs sevərlərdir. Hətta Dövlət Rəqs Ansamblının işini belə bəyənməyənlər çoxdur. Yəni orada da çox yüksək işlər getmir. Həm geyim, həm rəqs, xoreografiya baxımından. Niyə belədir? Niyə belə danışılır, qəbul olunur? Siz də bir növ bu işin içərisindəsiz. Mən Dövlət Rəqs Ansamblında işləmişəm haradasa bir ilə yaxın. O da olub o vaxtı Afaq Məlikovanın vaxtında, Təranə Muradovanın vaxtında. Bilirsiniz, mənə elə gəlir ki, problem ondadır ki, bilmirəm, bəlkə indi biraz başqa cürədir, o vaxtı belə olub. Eyni insanlar rəqs quruluşu verir. Möhtəşəm də verir. Həqiqətən möhtəşəmdir. Amma eyni. O Miladiya qulaq asanda baxırsan ki, ayrı-ayrılıqda mahnılar çox gözəldir. Amma konsertə gedəndə yorulursan. Çünki eyni stildə bir kompozitordur da. Başqa yoxdur, fərqlilik yoxdur. Mənə elə gəlir ki, problem ondadır ki, bir insan quruluş verəndə eyniləşir. Hamısı eyni olur. Bir dəfə onlar belə bir eksperiment keçirdilər. Fərqli xoreograflar, fərqli rəqslər, dünya rəqsləri qoydular. Çox gözəl də alınmışdı. Elə o ilə də bitdi. Bir konsert verdilər, bitdi. Çox qəribədir. Bir növ eyniləşmə gedəndə həqiqətən də bu teatrda da belədir. Təəssüf ki, belədir. Kinoda da belədir. Mən məsələn qəbul edə bilmirəm. Bir filmdə bir rejissorun davamlı çəkdiyi filmlərdə eyni insanlarla filmdə işləməyini, yəni mən bunu çox qəbul eləmirəm. Sanki bu rejissorun bu aktyorları var. Başqa aktyorları yoxdur. Teatrda da belədir. Və bu da həmişə eyniliyə gətirib çıxarır. Çox da sevilən bir iş deyil bu. Mən belə düşünürəm. Sizin fikriniz necədir? Mən sizə deyim ki, hətta bu tək bizdə deyil. Hollywoodda da var bu məsələ. Martin Scorsese, Leonardo DiCaprio ilə Robert De Niro çəkir. Və axırıncı filmi heç xoşuma gəlmədi əslində. Çiçəklər qatilləri. Mən belə təəssüfləndim ki, 3 saat yarım gedir. Bəli, 3 saat yarım. Həm uzun, həm belə mənasız səhnələr. Leonardo da orada çox maraqsız idi. Getməyi bacarmaq lazımdır da. Gözəl getməyi bacarmaq lazımdır. Bizim hansı teatrı sizə versəydilər, demək olar ki, köklü dəyişikliyi eləyərdiniz? Bax, bir peşəkar kimi soruşuram, həm də bir tamaşaçı kimi. Mən elə gəlir ki, hansı yerə qoysalar, orada köklü dəyişikliklərə məcbur olacam. Doğrudan. Məsələn, sizi Rus dram teatrına qoysalar. Gəlin, provokasyon. Yox, orada işləyirsiniz, ona görə deyirəm. Rus dram teatrına qoysalar, əlbəttə ki, hansısa dəyişikliklər baş verər.
Amma bizdə tək siz baş rejissoru deyirsiniz qoysalar, yoxsa direktor Təbii ki, qoysalar? baş rejissordan da söhbət gedir. Həm də direktordan da. Çünki Bunlar ikisi direktor fərqlidir təbii fərqlidir, işləri. baş rejissor fərqlidir. Əlbəttə ki, çox deyirəm, yenə də deyirəm, bizim direktor çox yumuşaq insandır və işdən qovmağı falanı xoşlamır. Mən qovardım. Hə, təmizlik işləri lazımdır. Lazım. Teatr daha başqadır və teatrın söhbətləri də heç vaxt bitmir. Özünüz də yaxşı O bilirsiniz. da söhbətlər heç də. Teatr söhbətləri bitmir. Mən xoşlamıram açığı söhbətləri. Heç vaxt teatr intriqalarında iştirak eləmirəm. Çalışıram. İşə gəlirəm, məşqimi eləyirəm, çıxıb gedirəm. Gəlirəm, tamaşanı oynayıram, çıxıb gedirəm. Halbuki, məsəl üçün, elə qrim otaqları var ki, buradayıq. Biz buradayıq, başlayırlar. Amma Allah eləməsin, düşüm o şeyə, mühitə, maraq yaranır. O qədər belə şeydir ki... Çəkir sizi dedikodu. Yəni, maraqlı gəlir. Mən bank sferasında da işləmişəm. Orada da eynən bir-birlərinə ayaq qazırlar, dedikodu var, hər şey var. Yəni, bu insan çox olan yerdə həmişə var. Onlar həmişə var. Amma orada maraqsız idi, bilirsiniz. Fantaziya yox idi. Gündən maraqsızdı orada. İntriqalar da maraqsız idi. Biraz belə də sadə intriqalar. Amma teatrda maraqlıdır, fantaziyalı, belə deyək də, tvorческий intriqalar. Hamımız getmək istəyirik teatra. Ona görə girdinsə, o çətindir. Oradan maşallah. çıxmaq. Amma çalışıram hər zaman özümü şey eləyim. Elə qulaq astım, çıxdım. Çünki söz dedim, hoppa, tutdular. Amma sən də var idin ha orada, yadıma gəlir. Heç davanız olub belə bir şeydə? Yəni, bu söhbətlərin içərisində, teatrda? Yox, belə dava olmayıb. Amma məni Allah Taala hər zaman cəzalandırır. Nə mənada? Cəzalandırmır. Yəni, dərs eləyir, dərs verir. Kiminsə, çox nadir hallarda kiminsə dalınca danışa bilərəm. Çox nadir hallarda. Danışıramsa da çox pis danışıram. Yəni, öz aramızda da, yəni, belə baxaq, belə deyək. Və bir-iki nəfər olub ki, hansın ki, belə söymüşəm də konkret. Sonra da o adam gəlib mənə elə hərəkət eləyir ki, o adamın da xəbəri yoxdur mənim danışığımdan. O elə bilir ki, yəni, bu normaldır. Çünki mən soyuram o adama qarşı, elə salam, sağ ol, artıq başqa söhbətlər eləmirəm. O litsimerliyi də, ikiyüzlüyü də xoşlamıram deyə bacarmıram o ikiyüzlüyü. Artıq o insan da hiss eləyir ki, mən nəsə... O deyiləm. Hə, o deyiləm. Və elə həyat gətirir, çıxardır ki, o adam gəlir, özü mənə nəsə gözəl bir hərəkət eləyir və yaxud mənim işim düşür o adama və özü həll eləyir o. Yəni, mənə düşmür də kiminsə dalınca danışmaq, kiminsə söymək falan. Başa düşürəm ki, yox, bu mənim işim deyil. İstəyəndə də artıq özümü saxlayıram ki, eləmə. Eləmə. Sonra çünki özümü çox pis hiss eləyirəm. O insanın qarşısında çox pis hiss eləyirəm. Küsə olduqlarınız var, Rumiyə? Teatrda yox. Yoxdur. Bəs kənar həyatda da yoxdur. Mən ümumiyyətlə küsə bilərəm, amma xoşlamıram uzun müddətli. Çünki hesab edirəm ki, bu dünya 5 günlük də dünya deyil, 1 günlük dünyadır. Yəni, bu gündür sabah yox, bilmirik. Artıq bitdi. Yəni, indi buradan çıxanda bir də görürsünüz, nə bilim, maşın vurdu, kərpiç düşdü başıma, zapravka partladı, hər şey ola bilər. Və nəyə görə o vaxtı biz itirməliyik, hansısa boş-boş küsülüklərə, belə deyək, razborkalara, nəyə görə? Gələk həm də Akademik Milli Dram Teatrına. Çünki ora Mehriban Ələkbərzadəni təyin etdilər baş rejissor kimi. Və ondan dərhal bir neçə ay sonra Mehriban xanım Əsad Teatrının rejissorunu dəvət elədi ora. Nihat səhv eləmirəmsə, gəldi orada tamaşa qurdu. Sonra bir də Rus Dram Teatrında da tamaşa qurmuşdu. Oğlanın adını səhv demiş olmayım. Mən sən telefon tamaşasını. O oğlanı da dəvət elədi Akademik Milli Dram Teatrına Dante'nin yubileyi üçün. Bu çox gözəl bir addım idi. Siz necə fikirləşirsiniz Mehriban xanımın bu işə yanaşma prinsipini? Adətən onu həmişə özünü sevən, öz işlərini daha çox göz önündə gətirməyə xoşlayan, biraz xarakteri sərt qadın kimi, rejissor kimi qəbul edir hər kəs.
Mənə elə gəlir ki, bu çox böyük bir insan kimi, çox böyük bir addımdır. Professional kimi çox böyük bir addımdır və arzu edirəm ki, bütün belə deyək, rəhbərlər bu addımı öz belə deyək, egosunu tapdalayıb o addıma geçsinlər. İsrafil bəy direktor idi Azdramanın o vaxtı və o da bu şeyi praktika eləyirdi. Həm Mehriban xanım quruluş verdi, həm Namik atam da quruluş verdi. Mika var idi, Mikailov, o da quruluş verdi. Və teatr həqiqətən elə bil yaşadı, canlandı. Çox gözəl bir dövr idi. Söyənlər var, bilmirəm, şey eləyənlər, narazı olanlar var. Amma mənə elə gəlir ki, İsrafil bəy vaxtı ikən çox gözəl işlər gördü Azdramada. Elə Mehriban xanım da ümid edirəm ki, bu yolda davam edəcək. İnşallah. Siz Hikməti aktyor kimi yoxsa rejissor kimi dəstəkləyirsiniz? Çünki o da aktyorluğu bir kənara qoydu, başladı rejissor kimi fəaliyyət göstərməyə. Bax, rejissorun aktyorluq etməyi mənə elə gəlir daha rahat olur. Amma aktyorun bu çətin peşədə irəliləməyi biraz çətindir. Yəni, qəbul olunması biraz çətin olur. Sizcə Hikmətin işlərini bəyənənlərdənsiz, yoxsa? Bəyənirəm. O, bu işi görmək istəyir. Pul var, yoxdur. Bu insan özünü incəsənətə, belə deyək, qurban verdi. Və mənə elə gəlir ki, belə insanlara dəstək olmaq lazımdır. O da daha çox 18 yaş üstü filmlərlə irəliləməyə seçdi, mənə elə gəlir. O da onun yoludur. Yəni, belə deyək, porno çəkmir, yenə də incəsənətlə məşğuldur. İndi 18 plusdur və yaxud 16 plusdur və yaxud 21 plusdur. Mənim üçün fərqi yoxdur. Elə məşhur, belə deyək, rəssamlar var ki, lüt qadınları çəkib və bunda bu məşhurlaşıb. Bunun da yolu budur da. Yəni, ən əsas odur ki, axmaqlıq eləmir, narkotik istifadə eləmir, alkaşlıq eləmir. İncəsənətlə məşğuldur bu insan. Və yenə də deyirəm ki, mən şəxsən incəsənət insanıyam və açığı sizə desəm, pulum olsaydı heç kimdən pul almazdım. Doğrudan. Bizim olan vəziyyətdə almazdım. Nəyə görə? Çünki hamı ağlayır. Heç kimə pul çatmır, büdcə azdır, imkan vermirlər, nə bilim, falan qədər pul sunmaya sən incəsənət əsəri verməlisən. Almazdım. Deyərdim ki, o mənə verdiyim pulu xərcdə, çəkilişə xərcdə. Amma sizə də pul lazım. Normal yemək ver insanlara. Alatavanda nə qədər sizə pul verdi Əlixan? Yox, deyə bilmərəm. Niyə? Deyə bilmərəm. Azdı, az idi. Simvolik idi. Simvolikdir. Amma Çünki çəkildiniz. Çəkildim çünki həm iş xoşuma gəldi, həm uşaqları sevirəm, həm də yenə də deyirəm incəsənət naminə. Çünki bu işə mən serial kimi baxa bilmədim. Aha. Film Serial kimi deyildi. yanaşdınız. Hə, film kimi. Amma Pərvin Abıyeva bir dəfə müsahibə verəndə dedi ki, mənim qonorar miqdarım bəllidir. Yəni, mənə bir serial üçün 1000 manat verməsiniz, mən gəlməyəcəm o seriala, çəkilməyəcəm. Günü 1000 manata və onu da bugün ona verən təbii ki, Azərbaycan serialı. Mən gəlməyəcəm. Biz də oradan məhdər qaldıq ki, yəni necə günə 1000 manat, yəni serial necə verə bilər bunu? Bəlkə də yenə kino üçün, böyük bir film üçün ayrılar smeta o qədər. İndi onun ehtiyacı yoxdur da, belə deyək. O incəsənət yəqin ki, insanı deyildi. Ona daha çox şou falan mən elə gəlir. Daha çox şou adamıdır. Çəkilməyəcəm seriallara bundan sonra. Ona görə də məni görmürsünüz seriallarda. Çünki günə çox aşağı pullara mən getmək istəmirəm. Bir dönərə getmək istəmirəm də. Yəni, yemək bir dönər olanda. Amma yenə də deyirəm, indi onun həyata baxışı, həyat tərzi başqadır. Yəni, ona incəsənət lazım deyil, belə deyək. Ona kifayət edir, o gördüyü işlər kifayət edir. Mən incəsənətsiz qala bilmirəm, çəkilişsiz qala bilmirəm, teatrsız qala bilmirəm. Teatrda da maaş çox gülməli maaşdır. Bizim qonorarlarımız da gülməli qonorardır. Və ağlım başımda mən gedib başqa işlə də məşğul ola bilərdim. Gedmişəm də, məşğul olmuşam da, alınıb da. Amma belə deyək, özümü rahat hiss eləyə bilmirəm. Boşluq yaranır, o boşluğu heç nəylə doldura bilmirəm. Nə pulla, nə maşınla, nə belə deyək, evlə, o xarici şeylərlə o boşluğu mən doldura bilmirəm. Başa düşdüm. Əlavə şeylər sizin ruhunuzu doldurmur. Hə, ruh Maddiyyat doldurmur sizin ruhunuzu. Mənim ruhum
incə şeylərdən də olur da. Həmin o incə sənətdən, kinodan, teatrdan. Onlar o boşluğu doldura bilir. Rumiyə, bəlkə də teatrdan yüksək qonorarlar alsaz, maaşınız yüksək olsa teatrdan, siz seriala çəkilməyə ehtiyacını hiss eləyərsiniz, yoxsa tamam pulsuz çəkilərsiniz seriala? Artıq seçimim olar. Yəni, belə deyək, hər seriala hə demərəm. Çəkilməzsiniz. Hə. Sizcə niyə bizdə seriallarda nahar vaxtı aktyor heyətinə dönər verilir? Yəni, hamısı bunu deyir, bütün aktyorlar. Dönər yaxşıdır. Hələ dönər yaxşıdır. Vallahi. Çünki elə olur ki, elə yeməklər gətirirlər ki, deyirsən, bundansa elə dönər yesəydim, ondan yaxşı idi. Danışırlar hansısa kampaniya ilə, pulsuz gəlir o yeməklər. O yeməklər pulsuz gələndə də necə olacaq? Yaxşı yeməklər. Halbuki elə yerlər var ki, həqiqətən danışılıb. Prosto reklam eləmək istəmirəm. Bir film var idi. Çox gözəl yeməklər gəlirdi. O da pulsuz reklama gəlirdi. Əlixan sizə nə verirdi naharda? Əlixan yazıq hər şeyi idarə eləyə bilmirdi. Əlixan həm rejissor idi, həm aktyor idi. Onu özü də yeyə bilmirdi o yeməyi. İndi danışıblar artıq, məsəl üçün bir məkanla, artıq danışıblar. Bəli. Narazıydıq, kimin xoşuna gəlmir, başqa yemək ala bilər özünə falan. Görürsünüz, bu sistemdə, rahat desək, bu bazar da bizdə o qədər inkişaf eləməyib. Mənə elə gəlir ki, bu boş bazardır və kiminsə ağlına batsa yaxşı olar. Məhz çəkiliş meydançalarına yemək cateringi bir firma açılsaydı çox gözəl olardı. Bacarmazsınız siz onu? Yox, mən biznesmen deyirəm. İdeya var amma. Amma ideya var. İdeyalara nə qədər istəyirsin. Sizə yaxşı ideya verdi Rumiyə. Həqiqətən yoxdur. Çünki hər dəfə qalırıq, görürəm də, prodüserlər əziyyət çəkir. O restoranla danış, bu restoranla danış. O deyir, mən istəmirəm reklam. Normal, yəni yaxşı yerlər vermir də, pulsuz vermir, pul istəyir. Burada da büdcə bu qədərdir. Məlum məsələdir, bəli. İncəsənətdə və xüsusilə də teatr aktyorlarında, bəlkə də kinoda daha çox bu özünü göstərir kamera önündə, teatrda çox bilinməsə də. Çünki teatr qrimindən məlumdur, hər şey itbat ola bilər. Amma kino kamera önündə botokslar çox təhlükəlidir. Mimikalar ölür, süniləşir və bizdə aktrisalar niyə buna gedir? Niyə gedir? Niyə gedirsin? Yox, mən əslində qorxuram onu eləməyə. Halbuki görürəm ki, lazımdır mənə. Qırışlarım çoxdur. Və hətta mənə hamı deyir ki, elə də, elə də, elə də. Mən qorxuram. Nədən qorxursunuz? Qorxuram, mən mimikamı itirməkdən qorxuram. O biri tərəfdən də fikirləşirəm ki, niyə eləməliyəm mən onu? Niyə mən, Allah mənə belə deyək, qocaldığı kimi qocalmamalıyam? Yəni, təbiiliyin tərəfdarıyam, hər şeyin təbiiliyi. Yəni, qocalıramsa qocalıram da, yəni, burada nə var ki? Bizim rejissorlar da əziyyət çəkir bundan. Çünki aktrisa tapmaq çətin olur. Mənim yadıma gəlir, Elçin Musoğlu Nabat filmini çəkəndən sonra çoxsu dedi ki, qınadı onu ki, bu nə idi? İrandan aktrisa gətirdi əsas qəhrəmana çəkməyə. Bizdə belə aktrisa yox idi ki, yəni çəksin. Və mən onu qınamadım. Çünki o yaş dövründə o obrazı ifa eləmək üçün qırışsız, daha doğrusu mimikaları yerində olan falan aktrisa tapmaq ona çox çətin idi. Əllərinin üstü qırış olsun, boynu, boğazı qırış olsun. Bizim aktrisalarımız maşallah botoks və süni işlərlə mimikalarını öldürmüşdülər. Və ona görə sizdən soruşuram ki, siz də bilavasitə o işin içindəsiniz. Rejissorların əziyyətini görürsünüz yəqin ki. Yox, indi görürəm ki, qızlar hərdən sual verirəm ki, botoks eləmirsən. Çalışırlar ki, bir damcı eləsinlər ki, o mimika dəyişməsin. Yenə də dəyişir. Yenə də tərpənmək olmur. Amma aktrisa olmasaydım da, hətta olmasaydım da eləməyəcəkdim mən onu. Simbol eləməyəcəkdim. Çünki mənim burada çox gözəl ağ, belə deyək, ağarıram. Özü də buradan. Bir dənə buradan gəlir də. Heç onu kraskalamazdım. Xoşum gəlir belə də ağ xal kimi.
məcburam aktrisayam deyə onu kraskalamalıyam. Çünki hər gələn deyir ki, aktrisasan bu şeydir, pis görsənir də deyəcəklər. Özünə yaxşı bax. Ay balam, nöş baxmıram, baxıram mən özümə, yeməyimi yeyirəm vaxtında, yatmağımı yatıram vaxtında, dincəlirəm, baxıram da özümə. Baxmaq gərək olsun. Belə olmalıdır. Düzdür, hər kəsin bir fikri var buna qarşı. Sizin də özəl, amma sizin özünüzə olan özəl fikirləriniz çox maraqlı idi. Azərbaycan tamaşaçısına teatra gəlmək istəyən, amma gəlməyən, serialları davamlı tənqid eləyən, kinomuzdan çox şey gözləyirik, amma heç nə yoxdur deyənlərə son olaraq nə demək istəyirsiniz? Demək istəyirəm ki, gözəl tamaşaçımız, ağıllı tamaşaçımız, teatra artıq gəlmək vaxtıdır, çünki teatr dəyişir, inkişaf edir. Kino, serial da inkişaf edir, dəyişir və bunu qəbul etməyə sizi çağırıram ki, həm siz də zövq alasınız, həm biz də zövq alaq. Nə qədər ki, siz qapanacaqsınız, yenilikdən qapanacaqsınız, o qədər də siz əziyyət çəkəcəksiniz. Bizə nə var, biz öz işimizi görürük. Amma söhbətçilikdir.